Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə bağımızda olan iki əsas problemdən danışmaq istəyirəm. Bu gilas bağından gedir söhbət. Və bu Friska sortudur. M14 üzərində olan. İlk olaraq bizim problemimiz məhz çürümədir. Məhsulun yetişməyinə hələ uzun müddət qalmasına baxmayaraq, hardasa 15-20 gün qalmasına baxmayaraq məhsul kütləvi şəkildə çürüyür. Baxa bilərsiniz, kütləvi şəkildə çürüyür. Baxın. Yəni bunun hələ yetişməyinə 15-20 gün qalıb. İndidən bu qədər çürüyüb. İndidən bu qədər çürüyüb. Baxın. Görün nə qədər çürüyüb. Artıq deməklə bütünlüklə çürüyüb. Bunda da çürüklər var. Sadəcə video yaxşı çəkmək olmur. Neyse, daha görünən yerləri çəkəcəm. Baxın. Kütləvi şəkildə çürümə var. Bu da o deməkdir ki, bu hissə bir-birindən keçərək tam şəkildə çürüyəcək. Yəni bu xəstəlik bir-birindən keçəcək. Çürüyəcək. İndi əsas qabağımızda olan məsələ, duran məsələ bu problemi aradan qaldırmaqdır. Mənim o qədər təcrübəm yoxdur. Ümumiyyətlə müasir sortlar haqqında anlayışım yoxdur. Onları necə müalicə etmək, heç biri anlayışım yoxdur. Sağ olsun, dostlardan, tanışlardan soruşdum. Savadlı agronomlar var dostlarımın içində. Çox gözəl şəkildə izah elədilər, informasiya verdilər. Dedilər ki, bu maniloz xəstəliyidir. Bu bir göbələkdir və bu qarşısı alınmalıdır müxtəlif dərmanlar vasitəsilə. Və yaxşı olmayan xəbərlər də eşitdim ki, artıq gecdir, bunu sağaltmaq mümkün olmayacaq. Ona görə də mən istəyirəm ki, bir eksperiment eləyim. Həqiqətən mən bu bağın məhsulunu sağalda biləcəmmi, yoxsa bilməyəcəmmi? Bunu bir müşahidə eləmək istəyirəm. Baxa görə necə alınır. Baxa görə necə alınır və nə metodlardan istifadə edəcəm, hansı mübarizə metodlarından, hansı dərmanlardan, bütün bunlar haqqında sizə məlumat verəcəm. Artıq dərmanlanıb dünən dərmanlanıb, indi mən müəyyən qeydlər aparacağım. Bu necə təsir göstərəcək, ümumiyyətlə təsir göstərəcəkmi və bütün bunları həm özüm öyrənəcəm, həm də izləyicilər üçün öyrənmək istəyən, maraqlanan varsa onlar da öyrənəcək və nəysə düz eləmirəmsə, bilənlər şərhlərdə də yazıb bizə yardımcı ola bilərlər. Demək olar ki, çürümə bütün ağaclarda var. Demək olar ki, bütün ağaclarda çürümə var. Və maraqlısı da budur ki, bilənlər bilir, bilməyənlər üçün deyim ki, yəni sırf bu çürümüş halda görünən çürüyəcəkdir deyə bir şey yoxdur. Hələ budaqlar var ki, ümumiyyətlə çürümə görsənmir, amma başlanğıc fazası artıq var. Mən də bunu yeni öyrənmişəm, bilmirdim. Məsəl üçün, biri bu. Bunda məsəl üçün görürük ki, çürümə yoxdur, amma bu artıq başlanğıc fazası deyil də, bu artıq ikinci və üçüncü, bir neçinci fazı axır keçmişdir. Yəni bunun lap başlanğıcı var. Xırda bir nöqtə kimi başlayır. Sonra bu cür bu hala gəlir. Sonra bu birinci xırda nöqtə şəklində başlayır. Sonra bu hala gəlir. Sonra bu hala gəlir və çürüməyə başlayır. Yəni lap başlanğıc fazasında mən sizin üçün göstərə bilərəm. Lap başlanğıc fazasında ümumiyyətlə bilməyənlər, mənim kimi bilməyənlər
çürümənin olduğunu heç ehtimal eləyə bilməz. Bu da hətta gecikmiş formada. Bu da, yəni artıq rəngi qəhvəyə dönüb çürümüş də çürümüş sayılmır. Tam sağlam kimi görünən də artıq çürümüş sayılır. Mən indi bunlar üzərində inşallah eksperiment aparacağım. Baxım görüm, həqiqətən o nöqtə olanlar, başlanğıc fazasında olanlar çürəyəcəkmi və eksperimentləri necə aparacağım? Hər şey sizə və o eksperimentləri necə aparacağım? Hər şey sizə izah edəcəm. Həm özüm üçün maraqlıdır, həm də düşünürəm ki, baxın, məsəl üçün mən birini dünənləri qeyd eləmişəm. Bu budağın üzərindəki gilas, bu gilas gövdəsinə ip bağlamışam, göy rəngdə. Bunda dünənləri başlanğıc fazasında bir nöqtə var idi. Bunun şəklini çəkmişəm. Bugün isə həmin nöqtə biraz da dəyişilib. Yəni bu artıq bayağı göstərdiyim qəhvəyi rəngi alıb çürümüş gilasın öncəki vəziyyətidir. Yəni bu halda olan gilaslar kifayət qədərdir. Yəni çoxluq təşkil edir. Belə qaldıranda çürümüş kimi görsənməsə belə biz baxanda. Amma o xırda nöqtələr ki var, onlar sonradan, yəni çürümənin başlanğıc fazasıdır və sonradan çürüməyə aparacaq. Və mən bütün bunları bir müşahidə eləmək istəyirəm. Dərmanın təsirləri necə olacaq? Yəni həqiqətənmi xırda nöqtələr hamısı çürüməyə gedəcəkmi? Bütün bunları qeyd eləyib, nişanlayıb öyrənmək istəyirəm. Maraqlıdır da belə şeylər, eksperiment eləmək, araşdırmaq. İndi gecikib, heç nə qalacaq, qalmayacaq, nə qalacaq bunu mən deyə bilmərəm. Bunu zaman göstərəcək, Allah bilir necə olacaqsa. Hər halda ümid edirəm nəsə qalacaq. Qalmasa belə apardığım müşahidələr video şəklində qalacaq, bir təcrübə kimi qalacaq mənim üçün. Gələcəkdə bu səhvləri təkrarlamamaq üçün. Baxın, baxın, baxın. Zoom yaxşı. Baxın, belə bir nöqtələrdən başlayır. Sonra növbəti fazə belə bir hala ki, artıq qaraltı var. Bütün bunlar çürümə kimi, buna baxın, heç çürümə kimi görsənmir. Baxan adam deyəcək ki, bu çürümüb, amma bu çürəyəcək. Bunları qeyd edəcəm, nişanlayacağım və baxacağım bunlar necə dəyişir, neçə günə dəyişir, ümumiyyətlə dəyişirmi? Bütün bunlara baxacağım. İkinci problem isə quşların kütləvi şəkildə meyvə ağaclarına zərər verməsidir. Yəni bütün bu ağacları bu başdan başlayaraq bir neçə ağacı mən bütün quşların yediyini, çürüyənləri mən dünənləri təmizləmişdim. Quşlar kütləvi şəkildə məhsulu zay edir, ziyan verir, baxın. Bu kütləvi şəkildə, mən buradan dünənləri nə qədərini tökmüşdüm və yenə də yeyirlər. Düzdür, indi Allahın yaratdığı heyvanlardır. Bunların da rüzisi bizim meyvə ağaclarımızdan çıxır. Başqa yeməyə bir şeyləri qalmayıb artıq. Hər tərəf ağaclardır, meyvə ağaclardır. Baxın, başlanğıc nöqtə. Bu deyilənə görə maniloz xəstəliyidir. Baxın, heç bilinmir. Bunda nə bir sağlam gilas kimi görsənir, bu çürüyəcək. Bütün bunları qeyd edəcəm. Necə dəyişəcək, necə çürüyəcək, çürüməyəcək, hamısını mən qeyd edib video şəklində sizə göstərəcəm. Ümumiyyətlə, bağdan nəyisə xilas etmək olarmı? Xilas etmək olarsa, necə xilas etmək olar? Bütün hər şey haqqında məlumat verəcəm. Mən sizə quşların yediyi, quzar etdiyi gilasları göstərəcəm. Bunları təmizləmişəm yenə.
o qədər də həm də dünəndən səhərdən axşama kimi bağda olmuşam deyənə, bugün də bağda olmuşuq deyənə o qədər təsir olmayıb. Bundan qabaqki ağacları göstərəcəm.